Innovasiya Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti ölkəmizdə nüvə və radiasiya texnologiyalarını tətbiqi ilə məşğuldur. Departamentimizdə hazırda nüvə radiasiya texnologiya istiqamətində 38 nəfər gənc əməkdaş çalışır. Agentliyimiz icra elədiyi layihələr çərçivəsində bu əməkdaşların kadr hazırlığına önəm verir. Departamentimiz tərəfindən icra olunan texniki əməkdaşlıq layihələri çərçivəsində, habelə beynəlxalq qrant layihələri çərçivəsində alınan qabaqcıl nüvə texnologiyasına malik olan avadanlıqlar müxtəlif dövlət proqramları, habelə layihələrin icrasında istifadə olunur. Qam aşılandırma qurğusunda qida məhsulları, habelə digər təyinatlı məhsullarda bakteriya, göbələk və digər patogenləri məhv etməklə məhsulların rəf ömrünü artıraraq ölkəmizdə qida təhlükəsizliyinə töhfə verdik. Laboratoriyalarımızda içməli su, qida məhsulları, tikinti materialları kimi müxtəlif təyinatlı məhsulların tərkibində süni və təbii radioaktiv elementləri analiz etməklə məhsulun radiasiya təhlükəsizliyini təyin edirik. İcra etdiyimiz dövlət proqramları çərçivəsində verilən tapşırıqların həlli üçün nüvə radioaktiv materialların axtarışını, tapılmasını və ərazilərin xəritələnməsini həyata keçirən NTD Scan avadanlığı tərəfimizdən hazırlanaraq istifadəyə verilmişdir. Bu avadanlıq vasitəsilə Abşeron yarımadasında 2 işğaldan azad olunmuş ərazilərdə 4 sahibsiz radioaktiv material və tullantı tərəfimizdən tapılmışdır. Həmin radioaktiv tullantılar və sahibsiz radioaktiv materiallarla bağlı aidiyyatı dövlət qurumları ilə birlikdə müvafiq zəruri cavab tədbirləri görülmüşdür. Bütün bu fəaliyyətlərimizlə biz ölkəmizdə nüvə və radiasiya texnologiyalarını tətbiq etməklə radiasiya təhlükəsizliyinə töhfə veririk.